Plenar iclasda vergi məcəlləsinə edilən dəyişiklik müzakirə olundu. Qeyd olundu ki, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əmək haqqı fondunda isə 2 dəfədən çox artımlar əldə edilib. Vergi məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil, yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14% əvəzinə 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu region ölkələri arasında ən aşağı göstərici olacaqdır. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək. Vergi məcəlləsinə edilən dəyişikliklər qeyri-neft və qaz sektorunun payının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Kiçik və orta sahibkarlar üçün güzəştlərin qorunması, nağdsız dövriyyənin stimullaşdırılması isə biznes üçün əlçatanlığı artıracaq. Qeyri-neft ÜDM-i, yəni 2026-cı ilə proqnoz olunan rəqəmi 5 il öncəsi ilə biz müqayisə etsək, nominal rəqəm olaraq 63% artır. Yəni, cəmi 5 illik dövrdə qeyri-neft ÜDM-imizdə nominal olaraq 63%, real rəqəm olaraq 34%li bir artım nəzərdə tutulur. Bunun özü ilə göstəricidən böyük nəticədir ki, qeyri-neft sektoru üzrə çox ciddi, güzəştli bir rejim var və bu rejim imkan verir ki, Azərbaycanda həm kiçik orta sahibkarlıq, həm də iqtisadiyyatın qeyri-neft sektoru aktiv şəkildə inkişaf etsin. Vergi məcəlləsinə düzəliş paketi 3 istiqaməti əhatə edir. Birinci istiqamət investisiya mühitinin sahibkarlıq fəaliyyətinin təşviq olunması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasıdır. İkinci istiqamət vergi daxil olmalarının və büdcə gəlirlərinin tənzimlənməsidir və üçüncü istiqamətimiz vergi inzibatçılığı, vergi nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir. Qeyd olundu ki, gəlir vergisi üzrə güzəştlərin mərhələli şəkildə aradan qaldırılması həm işçilərin, həm də işə götürənlərin yeni qaydalara uyğunlaşmasını təmin edəcək. Naxçıvana vergi güzəştlərinin tətbiq olunması bu tək iqtisadi məsələ deyil. Bu eyni zamanda çox ciddi strateji və geo-iqtisadi bir məsələdir. Hətta mən təklif edərdim ki, bu vergi güzəştləri müddətli deyil, müddətsiz olsun. Çünki Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi, orta dəhlizin dünyanın diqqətində olduğu bir dövrdə Naxçıvanda emal sənayesinin, istehsalın, xidmət sahələrinin inkişafı Azərbaycan üçün çox önəmlidir. Vergi məcəlləsinə 2026-cı ilin 1 yanvarından tətbiqi nəzərdə tutulan dəyişikliklər ölkəmizin iqtisadi strategiyasında mühüm mərhələdir. Bu dəyişikliklər təkcə vergi dərəcələrinin yenilənməsi deyil, həm də iqtisadi idarəetmənin, fiskal intizamın və sahibkarlıq mühitinin yeni tələblər əsasında formalaşdırılması məqsədi daşıyır. Nağdsız əməliyyatların genişləndirilməsi, üfüqi monitorinq sisteminin tətbiqi və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi əsas prioritetlərdir. Təklif olunan dəyişikliklər sırasında nağdsız əməliyyatların stimullaşdırılması və şəffaflığın təmin edilməsi də nəzərdə tutulur. ƏDV üzrə məcburi qeydiyyat limitinin 400 min manata qaldırılması və ictimai yaşaya da nağdsız dövriyyəyə tətbiq olunan vergi güzəştləri hesab edirəm ki, həm sahibkarlar üçün əlavə imkanlar yaradır, həm də vətəndaşların mənafələrinə xidmət edir. Plenar iclasda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibəti ilə Milli Məclisin sədri Sahibə Qafarova çıxış etdi. O, partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışdı. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiyimizin inkişafında, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, milli birlik və həmrəyliyimizin gücləndirilməsində son dərəcə böyük rol oynamışdır. Hörmətli həmkarlar, son 22 il ərzində möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ictimai-siyasi proseslərin hərəkət verici qüvvəsinə çevrilmişdir və onu da
da deyim ki, bildiyiniz kimi Milli Məclisə seçilmiş deputatların böyük əksəriyyəti də Yeni Azərbaycan Partiyasının üzvləridir. Və bu partiyanın cəmiyyətdə və xalq arasında nə qədər böyük nüfuza malik olduğunu göstərir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibəti ilə mən partiyamızın sədri cənab İlham Əliyevi, partiya sədrinin birinci müavini, hörmətli Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıram. Günay Bünyatzadə, Rüstəm Abdullayev, Röyə Bənəniyarlı, ASTV Xəbər.